Salam, bugün sizinlə 10 dəqiqədə hazır olan çox ləzzətli bir portağal keksi hazırlayacağıq. Mən öncədən blenderdan keçirib buzluqda saxladığım portağallardan istifadə edirəm. 2 ədəd yumurta, 1 stəkan pesoq və 1 stəkan duru yağ əlavə edərək blenderdan keçirirəm. Bizə bu keks üçün 2 ədəd blenderdan keçirilmiş portağal lazımdır. Yardım nerede? Kalkmam için yerden. Sebebim nerede? Bitti derken her şey elden gitti derken sabrettim ben. Tam o anda ummadığında bir güneş parlar bazen. Bitti derken her şey elden gitti derken sabrettim ben. Tam o anda Və 1 paket qabartma, 1 paket vanil və 4 yemək qaşığı bismarckın unundan əlavə edirik. Fərqi yoxdur, siz istədiyiniz hər hansı undan istifadə edə bilərsiniz. Və yenidən blenderdan keçiririk. Daha sonra isə öncədən yağladığım şüşə qabın içərisinə əlavə edirəm. Qabın heç bir fərqi yoxdur, istədiyiniz hər hansı keks qabına əlavə edə bilərsiniz. Mən sadəcə bu qabdan istifadə etmək istədim. Və üzərindən biraz zeytun yağı əlavə edirik. Və daha sonra isə öncədən qızdırdığım 180 dərəcəlik sobada pişməyə qoyuruq. Və budur, 10 dəqiqədə hazır olan çox dadlı, ləzzətli, portağallı keksimiz. Hazırlayacaq olan hər kəsə xoş olsun. Güneş parlar bazen, hayat şaşırtır.